Salam, hörmətli həmkarlar. Bugün biz sizlərlə birlikdə Artenin növbəti MEQ sertifikasiya səviyyəli paylaşdığı sualların izahına baxacağıq. Birinci çalışma ilə başladıq. Deyir, isti kalium hidroksid məhluldan xlor qazı buraxdıqda 3 mol duzlar qarışığı alınır. Reaksiya daxil olan xlorun həcmini hesablayın. Deməli, biz bilirik ki, kalium hidroksidin xlorla qarşılıqlı təsirindən əgər isti deyirsə, yəni yüksək temperatur, temperatur nəzərdə tutulur, temperatur şəraiti nəzərdə tutulur və reaksiya zamanı bilirik ki, kalium xlor əmələ gələcək, kalium xlor OH yaranacaq və su əmələ gələcək. Əvvəlcə gəlin bunu əmsallaşdıraq. Əmsallaşdırmaq üçün baxırıq. Xlor 0-dan xlor -1-ə gəldi. Xlor 0-dan xlor -1-ə gəldi. 1 elektron qəbul olundu. Xlor 0-dan xlor -5-ə gəldi. 5 elektron verildi. Balans qursaq 1, 5, yerlər dəyişdi 5, 1 şəklində. Deməli, kalium xlor -1-in qarşısına, kalium xlor, hansı ki xlor orada -1 oksidaşma dərəcəsi göstərir, onu demək istəyirəm. Yəni, onun qarşısına 5 yazılacaq. Kalium xlor üçün isə qarşısına 1 yazsaq, əmsalımız deməli, xlorlar üçün tamamlanır sağ tərəfdə. O zaman sola 3 mol xlor yazaram ki, xloru 6-ya tamamlayım. Kalium hidroksidin qarşısına 6 yazarıq. Daha sonra suyun da qarşısına 3 mol yazsaq, əmsalımız tamamlanmış olacaq. Bax, bu şəkildə reaksiyanı yazdıq və əmsallaşdırdıq. İndi bizə deyir ki, əgər biz buradan 3 mol xlor, deməli, məhluldan xlor qazı buraxanda 3 mol duzlar qarışığı alınırsa, reaksiya daxil olan xlor qazının həcmini hesablayın. İndi biz görürük ki, reaksiya nəticəsində 5 mol kalium xlorid, 1 mol da kalium xlorat yaranıb. Yəni, duzlar qarışığı 6 mol yaranıb. 6 mol duzlar qarışığı yarananda 3 mol xlor və yaxud da ki, 3 vurulsun 22,4 litr xlor qazı sərf olunursa, o zaman gəlin görək 3 mol duzlar qarışığı yarananda neçə litr xlor sərf olunacaq. Bunun üçün reaksiyanı yazıb, daha doğrusu tənasibi qrup həll edəndə 3-dən 6 ixtisar gedir, burada qalır 2. Daha sonra 3-ü 22,4-ə vurub, bölürük 2-yə və yaxud da ki, 3-ü 2-yə bölsək 1,5, 1,5 ilə 22,4-ə vurmaqla doğru cavabın 33,6 litr olduğunu hesablayırıq. Doğru cavab burada C variantında göstərilibdir. Növbəti digər tapşırıqla davam edirik. Deyir ki, qarışığın tərkibi alüminium və silisiumdur, kütləsi 16 qramdır. Artıq miqdarda qələvi məhlula reaksiya daxil olanda ayrılan hidrogen həcmi, daha doğrusu hidrogenin kütləsi 2 qramdır. Ümumiyyətlə, biz bilirik ki, istir metallar olsun, istir silisium özü olsun, qələvlərin məhlulu ilə qarşılıqlı təsirdə olanda reaksiya zamanı hər metalın 1 molu öz valentliyinin yarısı qədər mol hidrogen qazı ayırır. Yəni, biz burada reaksiyanı yazmasaq belə bilirik ki, alüminium metalının 1 molu, 1 mol alüminium metalı götürsək, alüminium valentliyi 3 moldur. Daha doğrusu, üzr istəyirəm, 3 valentlidir. Alüminium 3 valentlidir və öz valentliyinin yarısı qədər, yəni 3-ün yarısına qədər eləyər 1,5 mol. Yəni, 1 mol alüminium öz valentliyinin, yəni 3-ün yarısı qədər 1,5 mol hidrogen qazı ayırır. Aha. Bunu kənardan yazaq ki, yəni bizə lazım olacaq. Həmçinin silisiumda 4 valentlidir. 1 mol silisium öz valentliyinin yarısı qədər mol, yəni 2 mol hidrogen qazı ayıracaq. Aha. İndi nə qədər alüminium var bilmirəm. Elə zənn edirəm ki, x mol alüminium var əlimizdə və elə zənn eləyək ki, y molda silisiumumuz var. X mol alüminium ayrı 27-dir. X molun kütləsi 27 x qram eləyəcək. Y mol silisium götürmüşük. Onda deməli kütləsi 28-dir. 28-i y-ə vursaq, 28 y-də silisiumun kütləsini verəcək bizə. O zaman 27 x qramlıq alüminiumdan 28 y qramlıq silisiumun kütləsi cəmi 16 qram olmalıdır. Çünki müəllif burada cədvəldə onu 16 qram şəklində vurğulayıbdır. Bunu da qeyd elədik buradan. Və deyir ki, reaksiyanın ayrılan hidrogenin kütləsi 2 qramdır. İndi 1 mol alüminium 1,5 mol hidrogen qazı ayırırsa, o zaman x mol alüminiumda 1,5 x mol hidrogen qazı ayıracaq. 1,5 x mol hidrogen qazı 3x qramdır və 1 mol silisium 2 mol hidrogen qazı ayırırsa, y mol silisiumda 2 mol hidrogen qazı ayıracaq, hansı ki bu da 4y qramdır kütləyə çevirsək. O zaman 3x-dən 4y-in cəmi bizə verəcək 2 qramı. Buradan belə bir sistem tənliyə keçid elədik. Tənliyi həll eləsək, deməli, istəyirsiniz gəlin buradan y-i tapaq, əvəzləyək. 4y bərabərdir 2 çıxılsın 3x-ə. Buradan y-imiz bərabər olacaq. 2-ni 4-ə bölsək, bizə verəcək 0,5. 3-ünü də 4-ə bölsək, 0,75x. Bu oldu y. Gətirib burada əvəzləmə apara bilərik. Yerinə qoysaq 27x
27x üstə gəldi 28 vurulsun y-in yerinə 0,5 çıxılsın 0,75x bərabərdir 16-ya. Buradan 28-i 0,5-ə vursaq eləyəcək 14. 16-dan 14 çıxsaq bərabərliyin sağına 2 düşəcək. Solda gəlin görək nə var. 27x var. 27x-in deməli solda bu bərabərliyin sağ oldu. Solda 27x üstə gəlinsin. 28-i vursaq 0,75-ə qarşısına da mənfi düşəcək. 28-i 0,75-ə vurduq elədi 21. 27x üstə gəlinsin mənfi 21. Başqa cür desək 27x çıxılsın 21 yazarıq. Burada mənfi olduğuna görə 28 mənfiyə vurulanda mənfi olur da. 27x çıxılsın 21x bərabərdir 2-yə. Buradan 6x-imiz bərabərdir 2-yə. X-imiz bərabərdir 2 bölünsün 6. O da bərabərdir 3-də 1-ə. Aha. X-imiz oldu 3-də 1 mol. Düzdürmü? İndi bizə deyir ki, qarşıda neçə qram silisium olmuşdur. İndi gəlin 3-də 1 mol, x mol alüminium mol miqdarını göstərirdi. 3-də 1 mol alüminium neçə qramdır? Alüminiumun 1 molu 27 qramdırsa, o zaman 3-də 1 molu da 9 qram olacaq. 16 qram kütlə var, ümumi kütlə alüminium və silisium ikisi birlikdə 16 qramdır. Biz də tapdıq ki, 1 mol alüminium 27 qramdır. 3-də 1 mol da alüminium tapmışdıq. Bu da 9 qram verdi. Deməli ki, 16 qramlıq ümumi kütlənin, yəni ilkin qarışığın 9 qram alüminium imiş. Yerdə qalan 16-dan da 9 çıxsaq bizə verəcək 7 qram. Deməli, yerdə qalan 7 qram isə silisiumun kütləsi imiş. Bizə də deyir ki, qarşıda neçə qram silisium olmuşdur. Alüminium kütləsini tapmaqla gətirib ümumi kütlədən alüminium kütləsini çıxıb yerdə qalan kütlənin silisium olduğunu müəyyənləşdirdik. O da E variantında göstərilibdir. Üçüncü çalışma davam edirik. Deməli, bizə verir kalium karbonat və kalium hidrokarbonat. Bu qarışıq ikisi birlikdə 200 qramdır və qarışıq deyir kifayət qədər qızdırılıb. Bilirik ki, qarışıq qızdırılanda kalium karbonat parçalanmaz, amma kalium hidrokarbonat parçalanacaq. Kalium hidrokarbonatın parçalanmasından kalium karbonat, karbon qazı və su əmələ gələcək. Əmsallaşdırsaq kalium hidrokarbonatın qarşısına ki əmsalı yazacağıq. Bizə deyir ki, ilkin qarışıq 200 qram olub, qarışıq qızdırılan zaman onun kütləsi 6,2% azalıb. O zaman 200-ün 6,2%-ni tapırıq. Bu da bizə verəcək 12,4 qramlıq azalma. Deməli, bərk maddənin qarışığın kütləsində 12,4 qram azalma müşahidə olunubdur. Aha. Mən də həmişə demişəm ki, bərk maddələrin kütləsi arasındakı fərqi ən rahat tapmağın yolu bərk maddələrin kütlələri arasındakı fərqə əsasən münasibət qurmaqdır. Solda 2 mol kalium hidrokarbonat görürük. Bu 200 qramlıq kütlədir. Sağda isə 1 mol kalium karbonat görürük. 1 mol kalium karbonatın da kütləsini hesablasaq, bu bizə verəcək. Deməli, 39-u 2-yə vurduq 78, üzərinə 12, üzərinə də 48 gəlsə, eləcək 138. 200 qramdan 138 qram çıxırıq. Bu bizə verir. Deməli, 200 ilə 138 arasındakı fərq 62 qram. Deməli, belə başa düşdük ki, 2 mol kalium hidrokarbonat. Başqa cür desək, 200 qram kalium hidrokarbonat parçalananda bərk maddənin kütləsi 62 qram azalır. İndi çoxları deyər ki, niyə burada elə karbon qazı suya görə hesablama aparmadı? 44 ilə 18-in cəmi zaten bizə 62 verir, biz belə həll edirik. Əslində o cürə də həll edə bilərik. Burada bir qəbahət yoxdur, bir problem yoxdur. Sadəcə olaraq bəzi bərk-qalıq məsələlərində bu dediyimiz qayda ödənmir. Məsəl üçün, bəzən müəllimlər götürürlər sink sulfid və ya pirit, oksigəndə yandırırlar, əmələ gəlir sink oksid, SO2 və yaxud da ki, ferrium 2 SO2. Orada əmələ gələn SO2 qazına görə deyirlər ki, hə, qaz uçdu getdi və bərk maddənin kütləsi SO2-yə görə azaldı. Onda burada o reaksiyada bizim dediyimiz bu qayda ödənməyəcək. Çünki orada müəyyən qədər oksigen qazı da bərabərliyin sonunda reaksiya sərf olunubdur və bərk maddənin kütləsindəki azalmanı SO2-yə görə hesablamaq düzgün olmur və onda müəllimlərdə çaşqınlıq yaranır. Ona görə ən rahat yol istəyir parçalanma reaksiyaları olsun, istəyir oksigəndə yanma reaksiyaları olsun. Bərk maddələrə görə müqayisə aparmaq ən yaxşı, ən optimal variantdır. Yəni soldakı bərk maddənin kütləsindən sağdakı bərk maddənin kütləsini çıxdım. Mənə verdi 62 qram və başa düşdüm ki, 2 mol kalium hidrokarbonat, başqa cür desək 200 qram kalium hidrokarbonat parçalananda bərk maddənin kütləsi 62 qram azalır. Yəni ən optimal variant budur. Digər yollarda da, digər məsələlərin də hamısında bərk maddələrin kütlələri arasındakı fərqi tapmaqla rahatlıqla məsələni həll edə bilərsiniz. Əlbəttə halda biz bu azalmanı tapandan sonra gəlib tənasüb qururuq. Bilirik ki, 2 mol kalium hidrokarbonat. 2 mol kalium hidrokarbonat 200 qram elədir. Çünki 1 molum 100 qramdırsa, 2 mol kalium hidrokarbonatım 200 qram olacaq. 200 qram kalium hidrokarbonat parçalananda bərk maddənin kütləsində
azalma 62 qram olursa, o zaman gəlin görək neçə qram kalium hidrokarbonat parçalanıb ki, bərk maddənin kütləsində 12,4 qram azalma müşahidə olunub. Bunun üçün mən 12,4-ü vuraram 200-ə, bölərəm 62-yə. İxtisar da apara bilərik və buradan hesablama aparsaq görəcəyik ki, x-imiz bərabər olacaq 40 qrama. Deməli, başa düşdük ki, ilkin qarışıq 200 qram imiş. Bu 200 qramın 40 qramı kalium hidrokarbonat olub, yerdə qalan 160 qramı kalium karbonat olub. İndi müəllif mənə deyir ki, ilkin qarışıqdakı kalium karbonatın kütlə payını hesabla. İlkin qarışıqda kalium karbonatımız nə qədər oldu? 160 qram. Çünki 40 qramın kalium hidrokarbonat olsa, deməli 160 qram da kalium karbonat oldu. İndi ilkin qarışıqdakı bu 160 qramlıq kalium karbonat ilkin qarışıq, yəni 200 qramın neçə faizini təşkil edir? Bunun üçün 160-ı bölərək 200-ə vurarıq 100-ə. Bu da bizə verəcək 80%. Doğru cavab burada B variantında əks olunubdur. Növbəti digər çalışma ilə izahımıza davam edirik. Əlaqədar bir sualdır. Bizə deyir ki, 200 kiloqramlıq fosforit mineralı verilib. Ümumiyyətlə bilirsiniz də müəllimlər, fosforit mineralı, ümumiyyətlə başqa minerallar olsun, təbiətdə rast gəlinən birləşmələr belə deyək də təmiz şəkildə rast gəlinmir, onlar qarışıqlar şəklində olur. Baxmayaraq ki, biz fosforit mineralı üçün formul yaza bilirik kalsium 3PO4 2 dəfə, amma bu demək deyil ki, o yalnız kalsium 3PO4 2-dən ibarətdir. Onun tərkibində müxtəlif digər kənar qarışıqlar da var. Və elə zənn edirik ki, bir belə deyək də 200 kiloqramlıq fosforit mineralı götürmüşük, amma onun tərkibində nə qədər kalsium 3PO4 2 maddəsi var, dəqiq bilmirik. Ona görə də fosforit mineralın tərkibindəki kalsium 3PO4 2-nin kütləsini x kiloqram qəbul edək. Yəni 200 kiloqramlıq fosforit mineralı var. Bunun x kiloqramı təmiz kalsium 3PO4 2 olanda yerdə qalan 200 çıxılsın x kiloqramda kənar qarışıqlar olacaq. Hələ ki belə beynimizdə canlandıraq. Növbəti halda biz bilirik ki, fosforit mineralın əsas belə deyək də tərkibində olan deməli maddə kalsium 3PO4 2 dəfədir. Kalsium 3PO4 2 dəfədən biz nə əldə etmək istəyirik? Fosfor əldə etmək istəyirik. Və əgər imtahana getmişik, lap reaksiya yadımızda çıxıb unutmuşuq. Bilirsiniz ki, burada karbon və silisiumdan təsir göstərirdik bura. Silisium 4 oksiddən daha doğrusu təsir göstərirdik bura. Yəni qum və karbon götürürük, temperatur iştirakında reaksiya aparıb və məhsullar əldə edirik. Lap imtahana getmişik, unutmuşuq. Yəni o problem deyil. Düşünürük ki, kalsium ortofosfatın 1 molunda 2 mol fosfor atomu var. O zaman 1 mol kalsium ortofosfatdan mütləqdir ki, 2 mol fosfor əldə etməliyik. Ona görə sxemi bu şəkildə də qısa yaza bilərsiniz. Daha sərgəli yazsaq, kalsium 3 PO4 2 dəfə ox işarəsi qoyuruq, 2 mol fosfor əmələ gətirəcək. Və biz kalsium ortofosfatın emerini 310 olduğunu bilirik və bilirik ki, 310 qramlıq kalsium ortofosfat maddəsi 62 qram fosfor yaradacaq. Və biz də bayaqlar dedik ki, fosforit mineralımız 200 kiloqramdır, amma onun tərkibində təmiz kalsium 3PO4 2 x kiloqramdır. O zaman solda duran maddəmiz, yəni kalsium 3PO4 2-nin kütləsini x kiloqram götürərik və çıxım məsələlərini rahat həll etmək üçün nə edirdik? Solda duran maddənin kütləsini, yəni burada x kiloqramdır, bilmirik nə qədərdir, vururuq faizə, yəni 50%, bölürük 100-ə, tənaçibdə bu rəqəmdən istifadə edəcəyik. 310 qramlıq kalsium ortofosfat 62 qram fosfor yaradırsa, x vurulsun 50 bölünsün 100-ün də nə qədər fosfor yaradıbdır? 6,2 kiloqram fosfor yaradıbdır. Burada x yazdığımda həmçinin kiloqram kimi düşünmüşəm. Buradan tənliyi həll eləsək, x-ı hesablayacaq neçə? 62. Yəni tənliyi həll eləsəz, x kiloqram vurulsun 50 bölünsün 100, burada eləyəcək 0,5x. Deməli, 310-dan 62 yaranırsa, 0,5x-dən də 6,2 kiloqram fosfor yaranacaq. Buradan x 62 kiloqram tapacağıq. İndi biz tapdıq ki, 62 kiloqram təmiz kalsium 3PO4 2 dəfə maddəsi olub fosforit mineralının içərisində. Və bayaqlar dedik ki, 200 kiloqramlıq fosforit mineralının x kiloqramı, x-də hansı ki 62 tapdıq. 62 kiloqramı demək ki, kalsium 3PO4 2 dəfədir. Onda yerdə qalan 138 kiloqramı da kənar qarışıqlar olacaq. O zaman mən fosforit mineralındakı kənar qarışıqların kütlə payını tapmaq üçün buradakı kənar qarışıqların kütləsi 138 kiloqramı bölərəm. İlkin qarışıq, yəni ilkin 200 kiloqramlıq fosforit mineralına kütləsinə vuraram 100%-ə. 138-i 200-ə bölüb 100-ə vursaq, faiz olaraq bu bizə 69% verəcək. Deməli, kənar qarışıqlar 138 kiloqramdır, hansı ki, bu da ilkin 200 kiloqramlıq fosforit mineralının 69%-ni təşkil eləyir. 69% bizə doğru cavab kimi A variantında göstərilibdir.
Növbəti digər çalışma ilə davam edirik. Sıxlığı havanın sıxlığına bərabər olan amonyak, azot, daha doğrusu amonyak oksigendən ibarət qaz qarışığında maddələr arasında reaksiya baş verir. Reaksiya axıra qədər gedərsə, alınan qaz qarışığında oksigen molekullarının sayı azot molekullarının sayından neçə dəfə çox olar? Aha. Deməli, sıxlığı havanın sıxlığına bərabər olan amonyak və oksigendən ibarət qarışıq verilibdir. Deməli, havanın sıxlığı bilirik ki, 29-dur. İndi amonyak var əlimizdə, oksigen var. Amonyakın emiri 17-dir, oksigeninki 32-dir. Və bunların qarışdırılmasından biz sıxlığı havanın sıxlığına bərabər olan, yəni 29-a bərabər olan qaz qarışığı əldə etmişik. Bu məsələni diaqonal üsulla həll etsək daha rahat olar. Diaqonal üsul nədir? Amonyak və oksigen verilən qazlardır. Emirlərini yazdıq, gətirib mərkəzə, deməli, orta molar kütləni yazırıq. Daha sonra böyükdən kiçik çıxıb əks tərəfdə yazacağıq. 29-dan 17 çıxsaq 12, 32-dən də 29 çıxsaq 3. İxtisar aparsaq, x-in 3-ə ixtisar gedər də, düzdürmü? X-in 4x-ə nisbəti. Yəni, x mol və ya da ki, x həcm amonyak götürsən, 4x mol və ya da ki, 4x həcm oksigen götürməliyəm ki, bu qaz qarışığının orta molar kütləsi 29-a bərabər olan qaz qarışığı əldə edə bilim. Daha sonra deyir ki, bu amonyakla oksigen arasında reaksiya alınıb aparılıbdır. İndi gəlin biz reaksiyanı yazaq. Amonyak üzərinə gəldi oksigen, əmələ gəldi azot və su. İndi deyirsiniz ki, nə bildik ki, azot və su əmələ gələcək. Buradan NO ilə su da əmələ gələ bilərdi. Burada bizə katalizator falan demir. Katalitik oksidləşmə məhsulu NO və su olduğu halda oksigəndə amonyakın yanma reaksiyasının məhsulu azot və su olacaq. Ona görə katalizator falan adı çəkmədiyinə görə mən məhsul kimi azot və su götürdüm. Daha sonra əmsallaşdırsaq amonyakın qarşısına 4, azotun qarşısına 2, hidrogenin qarşısına, suyun qarşısına 6, oksigenin də qarşısına 3 yazsaq əmsalımız tamamlanmış olacaq. Bizə deyir ki, deməli, sıxlığı havanın sıxlığına bərabər amonyak oksigenə ibarət qaz qarışığı maddələr arasında reaksiya baş verir. Aha, biz də yazdıq, əmsallaşdırdıq. Reaksiya axıra qədər gedərsə, alınan qaz qarışığında oksigen molekullarının sayı azot molekullarının sayına neçə dəfə çox olacaq. Aha, reaksiya axıra qədər gedər nə deməkdir? Deməli, reaksiya axıra qədər gedər o deməkdir ki, reaksiya daxil olan maddələrdən ən azı biri axıra qədər sərf olunmalıdır. Biz burada tapdıq amonyak x, oksigen 4x. Aydın məsələdir ki, burada hesablamamızı azo görə aparacağıq. Çünki oksigen çoxdur, 4x-dir, amonyak isə x-dir. Deməli, biz hesablamamızı azo görə aparacağıq. Yəni, amonyaka görə aparacağıq. Oksigen artıq miqdardadır. Onda yazarıq ki, deməli, 4 mol, deməli, yazaq. Başlanğıc, sərf, son. Belə də yazsaq daha yaxşı olar. Amonyakın başlanğıc molu x-dir, oksigenin başlanğıc mol miqdarı 4x-dir. Və hesablamamız amonyaka görə aparılacaq. Yəni, amonyak az olandır. Deməli ki, amonyak hamısı axıra qədər sərf olunacaq. X qədər amonyak hamısı gedəcək, amonyakdan qalmayacaq. Və biz normalda bilirik ki, 4 mol amonyak, 3 mol oksigen sərf eləyir. O zaman x mol amonyak da nə qədər oksigen sərf eləyəcək? 3x bölünsün 4. Başqa cür desək, 0,75 x qədər oksigen sərf olunacaq. O zaman mən oksigenin buradan sərf olunan molunu yazaram 0,75 x və taparam ki, 4-dən 4x qədər, deməli, oksigendən 0,75 x-i sərf olundu. Tapacam ki, 3,25 x qədər oksigen artıq qaldı. Aha, və bəs nə qədər azot əmələ gələcək? 4 mol amonyak, 2 mol azot yaradırsa, azot qazı yaradırsa, o zaman x mol sərf olunan amonyak da nə qədər azot qazı yaradacaq? 0,5 x. Deməli, azotun əmələ gələn mol miqdarına 0,5 x yazaram. Bizə deyir ki, reaksiya axıra qədər gəlirsə, alınan qaz qarışığı. Alınan qaz qarışığı son qaz qarışığı nəzərdə tutulur. Suyu da yazmıram, zaten mənə qaz qarışığı dediyinə görə. Son qaz qarışığı amonyak yoxdur, sıfıra çatıbdır. Son qaz qarışığımız 3,25 x mol oksigendən və 0,5 x qədər azotdan ibarətdir. Deyir, alınan qaz qarışığında oksigen molekullarının sayı, yəni 3,25 x, azot molekullarının sayına, yəni 0,5 x-dən neçə dəfə çoxdur. Bunun üçün mən 3,25 x-i bölərəm 0,15 x-ə. Buradan nisbəti taparam, görüm neçə dəfə çoxdur. 3,25-i təbii ki 0,15-ə bölsək, bizə verəcək 6,5. Deməli, nisbət 6,5-ə bərabərdir. Doğru cavab D variantına göstərilibdir. Deyirsiniz ki, bəs niyə burada x, 4x yazdınız, 1-dən 3, 4 niyə yazmadınız? Yəni, burada nisbət olduğuna görə birindən x qədər götürəndə digərindən 4x qədər götürülüb demək daha məqsədə uyğundur. Növbəti digər tapşırıqla izahımıza davam edirik. Oksigen azon məsələsinə baxaq, mənimlə deyir. Oksigen və azondan ibarət qaz qarışığındakı azonun hamısı oksigenə çevriləndə qazın mol sayı 5% artır. Deməli,
Azondan oksigen əmələ gəlmə reaksiyasını yazaq. Bilirik ki, 2 mol azon 3 mol oksigen yaradar. Reaksiyanı yazıb əmsallaşdırdıq. İndi yazırıq başlanğıc, sərf, son. Başlanğıcda elə zənn eləyək ki, A mol qazımız olub, ikisi birlikdə, yəni oksigen və azon olubdur, ikisi birlikdə A mol olubdur. Və müəllif deyir ki, reaksiya zamanı qazların mol miqdarı 5% artıbdır. A mol qazımız olub, A-nın 5%-i qədər artım olub. A-nın 5%-i nə qədər eləyəcək? 0,5 A qədər deyək ki, artım müşahidə olunubdur. 5%, yəni A-nı vurdum 5-ə, böldüm 100-ə. Deyək ki, 0,5 A qədər artım müşahidə olunub. Normalda biz bilirik ki, 2 mol azondan 3 mol oksigen yarananda 1 mol artım müşahidə olunur. Və 1 mol artım müşahidə olunanda 2 mol azon sərf olunur. Burada isə 0,5 A qədər deməli artım müşahidə olunub. Gəlin görək bu nə qədər azon sərfidir. 1 mol artımda 2 mol azon sərf olunurdursa, 0,5 A qədər artımda 1 mol azon sərf olunacaq. Buradan biz azonun sərf olunan kütləsini, daha doğrusu molunu tapmaq üçün 0,5 A-nı vurarıq 2-yə. Bu da bizə verəcək 0,1 A. Deməli, 0,1 A qədər nədir? Azon sərf olunubdur. Azonun sərfinə 0,1 A yazacağıq. Azon da hamısı tam sərf olunsa, deməli elə azonun başlanğıc mol miqdarı da 0,1 A olub. Sonda azondan qalmamalıdır. Çünki müəllif deyir ki, azonun hamısı oksigenə çevrilib. Onda belə çıxır ki, ilkin qarşımız ki, A mol idi ha, ikisi birlikdə. Onun 0,1 A qədəri azondursa, deməli 0,9 A qədəri də oksigen olubdur. İkisi birlikdə A mol olublar da. İndi deyir ki, ilkin qarşıda oksigenin kütləsi azonun kütləsindən neçə dəfə çoxdur. İlkin qarşıda 0,9 A mol oksigen olub, o 0,9 A vurulsun 32 qramdır. Mən bunu ilkin qarşıdakı azonun kütləsinə bölmək üçün neyərəm? Azonun mol miqdarı 0,1 A mol olubdur. Bunu da vuraram azonun emiri 48-ə. Beləliklə, bunlar arasındakı nisbət oksigenin kütləsinin azonun kütləsindən ilkin qarşıda neçə dəfə çox olduğunu göstərəcək. Buradan ixtisar apararıq. A'lar zaten ixtisar gedəcək. Bu da ixtisar getsə, deməli, hesablasaq 0,9 ixtisar apardıq. Deməli, hesablayaq. Görək bizə nə qədər verəcək. Aha. Hardasa bu bizə verəcək 6. Nisbət 6 verəcək. Bu da doğru cavab kimi burada C variantında göstərilibdir. Növbəti digər tapşırıqla izahımıza davam edirik müəllimlər. Birinci və ikinci qablarda olan məhlulların kütləsi bərabərdir. Deməli, bizə 2 qab verib. Əvvəlcə qabların içərisindəki məhlulların kütləsi bərabərdir. Daha sonra birinci qaba 63 qram dəmir daxil eləyiblər. İkinci qaba deyir nə qədər neçə mol natrium hidroksid daxil eləməliyik ki, yəni sonradan yenə də məhlulların kütləsi bir-birinə bərabər olsun. İndi əvvəlcə gəlin birinci qabda baş verən reaksiyanın təhlilini yazıb əmsallaşdıraq. Bilirik ki, dəmir mis 2 sulfatla qarşılıqlı təsirdə olanda dəmir 2 sulfat və mis metalı ayrılır. Və göründüyü kimi, deməli, məhlulda əvvəlki duzumuz mis 2 sulfat duzu olub, sonraki duzumuz da ferri SO4 olubdur. Və məhlulun, belə deyək də, kütləsindəki dəyişiklik mis sulfatla ferri SO4-ün kütləsi arasındakı fərqdir. Yəni, düşünün ki, məhluldur. Məhlulun içərisində əvvəlcə mis sulfat olub, sonra mis sulfat duzu çevrilib ferri SO4 duzuna. Mis sulfatla ferri SO4 duzu arasındakı fərq, hesaplasanız mis sulfatın emirindən ferri SO4-ün emirini çıxsaz, eləyəcək 8 qram. Yəni, kütlə fərqi 8 qramdır. Deməli, məhluldakı mis sulfat, yəni söhbət 1 mola görə hesablamadan gedir. Yəni, mən 1 mol dəmir götürüb 1 mol da mis sulfatla reaksiyasını aparsam, bu zaman məhluldakı 1 mol mis sulfat 1 mol dəmir sulfatla əvəzlənəcək və bu zaman məhlulda, yəni duzların kütləsi arasındakı fərq 8 qram eləyəcək və deməli məhlulun kütləsi 8 qram azalacaq. Bu lövhə məsələlərində də belə olurdu. Necə? Əgər məhlul azalırsa, təbii ki, lövhə artacaq. Yəni, məsəl üçün, iri bir dəmir lövhə götürüb reaksiya aparsaq, buradan elə bil lövhədən 56 qramlıq dəmir çıxır, daxil olur məhlula. Məhluldan mis ayrılıb keçir lövhənin üzərinə. 56 qramlıq dəmir çıxıb yerinə 64 qramlıq mis gələndə bilirsiniz ki, 8 qram lövhədə artım olurdu. Lövhədə 8 qram artım olanda məhlulda 8 qram azalma olmalıdır. Düzdür, bu lövhə məsələsi deyil, sadəcə olaraq ümumi məlumat kimi vermək istədim ki, yəni lövhə məsələlərində də eyni belə olurdu. Əgər məhlul azalırsa, lövhə artır və yaxud da ki, lövhə azalırsa, məhlul artırdı. Burada da məhlulun içindəki əvvəlki duzumuz mis sulfatdır, sonra ferri SO4 oldu, duz. 1 molda 1 mol mis sulfat, 1 mol ferri SO4 ilə əvəzlənəndə, yəni yerinə mis sulfat duzu getirib, yerinə ferri SO4 duzu gəldi, belə düşünün. Və bu zaman məhuldakı kütlə artımı, daha doğrusu kütlə azalması, burada azalma müşahidə olunur, 8 qram olacaq və yaxud da ki, belə də deyə bilərsiniz ki,
belə də deyə bilərsiniz ki, 56 qramlıq dəmir reaksiya sərf olundu, daxil oldu, yəni sistemə daxil oldu. 56 qramlıq dəmir, yəni hələ ki 1 mola görə hesablama aparıram, hələ tənasib qurmamışam. Və əvəzində 64 qram mis çökdü. 56 qram dəmir daxil oldu, əvəzində 64 qram mis çökdüsə, bu zaman 8 qram azalma müşahidə olundu. Yazırıq ki, 8 qram azalma müşahidə olunanda, əgər biz deməli belə deyək də 56 qram dəmir sərf eləyiriksə, indi burada 63 qramlıq dəmir sərf olunub. Gəlin görək 63 qramlıq dəmir məhlulda neçə qram azalma yaradacaq. 56 qramlıq dəmirim 8 qramlıq azalma yaradırsa, 63 qramlıq dəmirim x qramlıq azalma yaradacaq. Bu zaman məhluldakı azalmanın 9 qram olduğunu müəyyənləşdiririk. Deməli tapdıq ki, bərabər, yəni bu sol tərəfdə, yəni belə deyək də, sol tərəfdəki qabda, yəni birinci qabda 9 qram azalma müşahidə olundu. İndi sol tərəfdəki qabda, yəni birinci qabda 9 qram azalma müşahidə olunubsa, gərək sağdakı məhlulda da 9 qram azalma müşahidə olunsun ki, zaten əvvəlki məhlullar bərabər idi. İndi soldakı məhlul 9 qram azalanda, gərək sağdakı məhlulda 9 qram azaldaq ki, bu zaman məhlulların kütləsini kompensasiya eləyək, yəni təzədən bərabərləşdirək. O zaman nə düşünürük? Gəlin reaksiyanı yazaq. Deməli, natrium hidroksid bilirik ki, mis-2 sulfatla qarşılıqlı təsirdə olanda mis-2 hidroksid çöküntüsü yaranar və əlavə olaraq natrium KSO4 duzu yaranacaq və əmsallaşdırdıq. Burada biz nə görürük? Sistemə 2 mol natrium hidroksid daxil oldu. Elə ki, bax, mis sulfat məhlulun içindədir. Biz hələ ki natrium OH-ı 2 mol kimi düşünək, yəni biz reaksiya sxeminə görə düşünək. Deyək ki, sistemə 2 mol natrium OH əlavə elədik. Sevinirik, nə yaxşı, məhlulumuzun kütləsi 2 mol natrium hidroksidin kütləsi qədər artacaq. Amma sonra baxırıq ki, mis-2 hidroksid çökdü. Bilirsiniz ki, çöküntü qabın kütləsini artıra bilər, problem deyil. Amma məhlulun kütləsini artırmaz. Niyə? Çünki çöküntü məhluldan sayılmaz. Reaksiyadan əmələ gələn qaz və çöküntü mütləqdir ki, məhlulun son kütləsindən çıxılmalıdır. Deməli, sistemə 2 mol natrium hidroksid əlavə olundu. Sevindik ki, nə yaxşı, məhlulumuz 2 mol natrium hidroksidin kütləsi qədər artacaq, amma baxırıq ki, yox, 1 mol mis-2 hidroksid çıxdı. Deməli, normalda mən 2 mol natrium hidroksid sərf eləyəndə məhlulun kütləsi 2 mol natrium hidroksidin kütləsi qədər. Natrium OH-ın da emiri səhv eləmirəmsə 40-dır. 2 mol natrium hidroksidin kütləsi 2 vurulsun 40-dır. 2 vurulsun 40 qədər artacaq, amma kuprum OH-nin 1 mol kuprum OH-nin kütləsi qədər azalacaq. Kuprum OH-nin də kütləsini hesablasaq, səhv eləmirəmsə 98 olmalıdır. Yəni 2 vurulsun 40 qram artacaq, amma 98 qram azalacaq. Bu da mənfi 18, yəni 18 qramlıq azalma eləyəcək. Deməli, başa düşdük ki, 2 mol natrium hidroksid sərf olunanda məhlulda 18 qram azalma müşahidə olunur. İndi isə biz istəyirik ki, məhlulda 9 qram azalma olsun. Onda gəlin görək 9 qram azalma üçün biz neçə mol natrium hidroksid sərf eləməliyik? X mol natrium hidroksid sərf eləməliyik. Deməli, 18 qram azalma üçün 2 mol natrium OH sərf olunurdursa, 9 qramlıq azalma üçün x mol natrium hidroksid sərf olunacaq. Buradan x-i 1 tapırıq. Doğru cavab burada B variantında əks olunubdur. Növbəti digər çalışma ilə davam edirik. Məsələ ilə izahımıza davam edirik. Plitinin yanma reaksiyasını yazıb əmsallaşdıraq. Bilirik ki, 4 mol ferrum S2, 11 mol oksigenlə qarşılıqlı təsirdə olur. 2 mol ferrum 2O3 və 8 mol da SO2 əmələ gəlir. Aha, oksidləşmə reduksiya reaksiyasının xüsusi növünə aiddir bu. Və biz bilirik ki, sıfırda başlayıb yuxarı qalxan qrafik reaksiya məhsullarının kütləsinə uyğun olacaq. Yəni, çünki reaksiya məhsulları sıfırda başlayıb yuxarı qalxar. Və biz bilirik ki, burada A qramı təmsil edən ferrum 2O3 olacaq, B qramı təmsil edən SO2 olacaq. Niyə? Çünki 8 mol SO2 əmələ gəlir reaksiya məhsulu olaraq və 2 mol da ferrum 2O3 əmələ gəlir. Ferrum 2O3-ün emiri səhv eləmirəmsə 160-dır. 2 mol ferrum 2O3 320 qramdır. 320 qramlıq ferrum 2O3 yarananda 8 mol SO2. 8 mol SO2-də 8 vurulsun 64, 512 qram eləyir. Deməli, belə başa düşdük ki, reaksiya məhsulu ferrum 2O3 və SO2 olanda çox kütlərlə əmələ gələn SO2-ni, bax, burada biz B qramla işarə eləyə bilərik. Az kütlərlə əmələ gələn ferrum 2O3 isə A qramla işarə eləyə bilərik. Və biz normalda öz reaksiya tənliyimizə baxanda görürük ki, 512 qramlıq SO2 ilə 320 qramlıq ferrum 2O3-ün kütləsi arasındakı fərq bizə verir 192 qram. Və bu 192 qram fərq, yəni SO2 ilə ferrum 2O3-ün kütləsi arasındakı fərq 192 qram olanda neçə qram ferrum 2O3 əmələ gəlirdi? 320 qram ferrum 2O3 əmələ gəlirdi. Düzdürmü? Yuxarıdakı tənliyə görə baxırıq. İndi isə müəllif bizə deyir ki, bu B çıxılsın A fərqi, yəni SO2 ilə ferrum 2O3-ün kütlə fərqi 6 qram olarsa, o zaman neçə qram
deməli ferium 2O3 yaranar. Deyir A-nı müəyyənləşdirin. A ferium 2O3-ün əmələ gəlmiş kütləsini təmsil eləyir. Ona görə də yazıram ki, 192 qram kütlə fərqində 320 qram ferium 2O3 yaranırdısa, o zaman 6 qramlıq kütlə fərqində də A qram ferium 2O3 yaranacaq. Buradan A-mız bərabər olacaq 10 qrama. Deməli 10 qram ferium 2O3 yarananda əmələ gəlmiş ferium 2O3 ilə SO2-nin kütlə fərqi 6 qram olmalıdır. Doğru cavab bizə A variantında göstərilibdir. Belə, bu qədər müəllimlər. Hər gün yeni sınaqlar işləmək istəyirsinizsə, video izahlarını dinləmək istəyirsinizsə, sınaq qruplarımız açılıb. Hər gün sınaqlar işləyirik, video izahlarından təmin olunursunuz. Kim istəsə, arzu etsə qrupumuza daxil ola bilər. Uğurlar.